Yenidən sizi öz mətbəximdə görməkdən çox şadam. Bugünkü yeməyimiz pomidor istiot badımcan dolmasıdır. Buna ilk qiymənin qovrulması ilə başlayırıq. Mən bu dəfə yarı mal, yarı qoyun ətindən istifadə edirəm. Siz istəsəniz tək mal əti ilə və ya qoyun əti ilə, qoyun ətini sevməyənlər mal əti ilə də eləyə bilərlər. Lakin biz bu dəfə mal əti ilə qoyun ətini qarışdırmışıq. Kərə yağında bunu qovururuq. Dibinə bir azcıq su töküb, ağzını qapaqla bağlayıb qovrulmaq. Ətimiz hazırdır. Ətimiz təxminən yarım saat müddətinə bişdi. Arada biz bunu açırıq, qapağını açırıq, ətimiz topaclanmasın deyə. Bunu əzirik. Artıq demək olar ətimiz hazırdır. Mən bunu arada qapağını açıb, bunu qarışdırmışam ki, ətimiz belə gözəl alınsın. Və bunu gördüyünüz kimi artıq ətimiz yağa düşüb, suyu çəkilib. Lakin mən bunu qovurmuram. Bu çox sağlıqlı olmadığından mən bunu qovurmuram. Artıq və altını söndürürük. Onun içinə, içliyinə, ətin üzərinə göyərtilərdən, biz bugünkü göyərtilərimiz keşniş, şüd, reyhan, nanədir. Bunun içərisinə tərxun da çox gözəl yaraşır. Lakin çox heyif ki, bizim tərxunumuz yoxdur. Biz bu göyərtilərdən istifadə edəcəyik. Ədviyyatları əlavə edirik. Biz əti çəkib, yəni qovrulmamışdan qabaq qiyməyə duz istiot əlavə etmişik. Sonradan isə əti qovurduqdan sonra 5 cürə ədviyyatımız var. Siz istəsəniz qatmaya da bilərsiniz, yəni zövqə görə. Ancaq bu dolmaya ədviyyatlar, yəni bütün yeməklərə ədviyyatlar həm xeyirlidir, faydalıdır, həm də çox gözəl yaraşır. Bunun içərisinə biz üyüdülmüş keşniş toxumu, zirə, gördüyünüz kimi, pul biber, sarı kök, bir də zəncəfil əlavə edəcəyik və içliyimizi hazırlayacaq. Biz göyərtilərimizi xırda-xırda doğrayırıq. Nanə, keşniş, şüd, reyhanımızı doğrayıb qurtarandan sonra ətimizin üzərinə əlavə edirik. Və ədviyyatları da bunun üzərindən əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Göyərti ilə, ədviyyatlarla bu əti yaxşı qarışdırırıq. Biz də yuyub hazırlamışıq, gördüyünüz kimi. Artıq may ayıdır. Bunlar yaz tərəvəzləridir. Pomidor, badımcan istiotlar. Biz bunların indi içlərini təmizləyib hazırlayacağıq. Lakin badımcanın içini biz təmizləmirik. Çünki buna ehtiyac yoxdur. Çox körpədirlər. İçləri də çox, tumları yoxdur. Başlarını təmizləyəndən sonra bu şəkildə taxtanın üzərində əzirik ki, yumşalsın və içlərini bu şəkildə açırıq. Gördüyünüz kimi bu şəkildə açıb duzlayırıq. Duzlayandan sonra da bir müddət bunu qoyuruq. Özü görəcəksiniz ki, içi açılır, yəni içini təmizləməyə ehtiyac yoxdur. Həm də körpə badımcandır. Duz töküb, yine acılığı varsa badımcanın çıxsın. Bu şəkildə əzirik. İçini açıb, içərisinə duz tökürük. Bu şəkildə hamısını içərisinə açıb duzlayırıq. Sonra görəcəksiniz ki, bunun qara suyu çıxır. Bunu yuyub təmizləyirik.
və istiotlarımızın da baş hissələrini təmizləyirik. Çıxartıb içinin tumlarını təmizləyirik. Gördüyünüz kimi ortasını çıxartıb barmağımızla bu şəkildə tumlarını təmizləyirik. Bir-bir qadın istiotların hamısını bu şəkildə təmizləyirik. Ortasını çıxartırıq. Bəziləri bunu qapaq şəklində açır, lakin biz bunu bu şəkildə hazırlayırıq. Həm də yemək də daha rahat olur. Ortasının saplağı yeyilmədiyinə görə belə daha yaxşı olur. Badımcanları təmizlədikdən sonra indi isə sıra pomidorlara gəldi. Pomidorların qapaq kimi açırıq və içərisini biraz təmizləyirik. Və bu təmizlədiyimiz, çıxartdığımız pomidorun içini isə biz dolmanın üzərinə tökəcəyik. Dolmaları hazırladıktan sonra onun üzərinə töküb pişməyə qoyacaq. Gördüyünüz kimi pomidorun içini təmizləyirik. Çox çıxartmayın, biraz çıxartın. Gördüyünüz kimi içlərini bir-bir çıxartırıq. Qapaq kimi açıb ağızlarını, içlərini təmizləyirik. Pomidor istiotda olduğu kimi ortasını da çıxartmaq olar. Gördüyünüz kimi saplaq hissəsini bu şəkildə çıxartıb belə içərisini boşaltmaq da olar. Belə də gözəl görünür. Yəni içərisinə həmin o deşik olan hissəsinə bir parça istiotdan qoyub ağzını bağlamaq da olar. Yəni bu çox vaxt apardığına görə siz onu qapaq kimi də eləyə bilərsiniz. Yəni daha tez başa gəlsin deyə. Lakin belə də çox gözəl görünür. Gördüyünüz kimi bunun içərisini boşaldırıq. Ehtiyatlı olmaq lazımdır ki, pomidora qıraqları kəsilməsin. İçlərini çıxartmışdıq. Onları xırda-xırda doğrayırıq. Sonradan üzərinə əlavə etmək üçün. Gördüyünüz kimi xırda-xırda doğrayıb hazırlayırıq. Hazırladığımız badımcanları 5 dəqiqə, 10 dəqiqə gözlədəndən sonra onları bol suyun altında yaxşı-yaxşı yuyuruq. Bu qazanın içərisində bişirəcəyik. Öncə bu qazanın içərisinə biraz duru yağı tökürük və yuduğumuz badımcanları bunun içərisində oyuz-buyuz biraz yumşalana qədər qızardırıq. Bunun qapağını bağlayırıq və öz buxarında biraz badımcanlar yumşalır. Yumşalana qədər biz pomidorların istiotlarının içini doldururuq. Gördüyünüz kimi bunların içərisini doldururuq. Yaxşı-yaxşı içərisini doldururuq. Bir kənara qoyuruq.
Biz arada badımcanları çeviririk ki, hər tərəfi yumşalsın. Yəni, çox yumşaltmırıq. Bir balaca yumşalandan sonra biz bunların içlərini dolduracağıq. Həmin bu qazanın içərisində biz dolmamızı bişirəcəyik. Pomidorların da içini bu qayda ilə doldururuq. Bir. Qapaq kimi açdığımız pomidoru doldurmaq daha rahat olur, lakin belə biraz çətin olur. Və biz bunun da öhdəsindən gəlirik. Qıraqlarını təmizləyib bir kənara qoyuruq. Bir balaca yumşalandan sonra onların da içini doldururuq. Bir həmin badımcanların içlərini doldururuq. Bu şekilde bir kenara yığırıq. Bütün ərzaq tərəvəzlərin içərisini doldurandan sonra götürdüyümüz qazanın içərisinə bu şəkildə yerləşdiririk. Deməli, orta hissəsinə istiotları düzürük. Kənarlara badımcanları. Çünki badımcanlar biraz pişdiyinə görə biraz yumşalıb. Lakin istiotlar bərk olduğuna görə orta hissəyə qoyuruq. Yaxşı pişsinlər, yumşalsınlar. Və yuxarı hissədən biz pomidorları düzürük. Bu şekilde düzenden sonra biz pomidorların içlərini, çıxartdığımız içlərini bunun üzərinə əlavə edirik. Ocağın üzərinə dəmir qoyuruq, gördüyünüz kimi dəmir qoyuruq və altına vam açırıq və üzərinə həmin qazanı qoyuruq. Və bunun içərisinə biz su əlavə etmirik. Ətimiz kifayət qədər yağlı olduğuna görə biz yağ da əlavə etmirik və qapağını bağlayırıq. Və bunu qoyuruq. Özü su salıb, pomidorun, istiotun özünün suyu çıxacaq və bu həmin suda yavaş-yavaş bişəcək. Altına çox od vermirik.
Az kod veririk, vam açırıq qazı və bişməyə qoyuruq. Dəqiqə müddət keçib, biz onun qapağını qaldırıb, görürük ki, özünün suyu əmələ gəlib. Mən biraz bunun altının qazını açmışam ki, biraz tez bişsin, suyu əmələ gələndən sonra. Yavaş-yavaş bu əmələ gələn su ilə özü bişəcək. Artıq mən dolmaları sürəyə vermək üçün nimçəyə çəkib hazırlamışam, gördüyünüz kimi. Mən sizin üçün kiçik bir süfrə hazırlamışam göstərmək üçün. Salatımızı da doğrayıb hazırlamışıq, gördüyünüz şəkildə. Bugün səhər mən özüm üçün çörək pişirmişəm. Bu ev çörəyidir. Əgər mənim kanalımı daima izləsəniz, abunə olsanız, mən gələcək videolarımda bu çörəyin bişirmə qaydasını da sizinlə paylaşacağam. Gördüyünüz kimi. Əgər mənim əl işim sizin xoşunuza gəldisə, bəyəndinizsə, mənim kanalıma abunə olmağı və like etməyi unutmayın. Sağ olun, siz də bişirin, nuş olsun.